Megapolis Show. Megapolis Show davam edir. Qonağımız rəqqas İftixar Rəsulov. Megapolis adamı. Biz rəqslərdən söhbət edirik. Bəli, rəqslərdən danışırıq. Həmçinin Ağa bayaq vurğuladı ki, əgər sizin də hər hansı bir sualınız varsa, bununla bağlı ümumiyyətlə rəqslərdə öyrənmək istəyirsinizsə, nə sizə maraqlıdırsa, bizim WhatsApp nömrəmizə yazıb göndərə bilərsiniz. 055 255 0104 bizim WhatsApp nömrəmizdir. Qaydaq rəqslərə, gəlinlə bəy rəqslərindən biz bugün danışacağıq. Hansı ki, mən sizin Instagram səhifənizdə dünən xeyli araşdırma etdim, baxdım. Həqiqətən də çox maraqlı və nə mənə maraqlı gəldi, 1 saat ərzində belə siz gəlinlə bəy rəqsini rahat şəkildə hazırlaya bilirsiniz. Və çox da gözəl alınır. Yəni, həqiqətən də o qədər təbii görünür ki, yəni, həmçinin sizin yanınıza gələn o hansı ki, bu rəqs etmək istəyənlər var ki, onlar da həqiqətən istəyirlər. Yəni, bir var ki, məcburdular ki, sanki toyda görsünlər ki, mən rəqs edirəm. Amma mənə həmişə elə gəlirdi ki, artıq 3-4 ildir, bilməm, bəlkə də 5 ildir, gəlinlə bəy rəqsinə maraq azalıb. Amma sizin videolara baxandan sonra gördüm ki, yox, belə deyil. Çünki çox vaxt bizdə əksər kişilər buna razı olmurlar. Çünki deyir, qohum əqrəbə nə deyər? Nə bilim, olur ki, məsələn, sizin işinizə müdaxilə etsinlər ki, bu rəqsdə bu yerini yığışdıraq, bu belə olmasın. Ən çox valideynlər, ən çox ana-atalar belə müdaxilələr eləyirlər ki, yox, çox yaxın qucaqlaşmasınlar, çox qucağına qaldırmasın, əlindən öpməsin, belə müdaxilələr eləyirlər və o da rəqsdə o dəqiqə hiss olunur. Həm bəy-gəlinin romantikasını öldürür, həm bəy-gəlinin o göstərmək istədiyi o duyğunu öldürür. Gərək müdaxilə eləməsinlər bəy-gəlinə, gərək sərbəst buraxsınlar onları. Ümumiyyətlə, yəni evlənən insana niyə müdaxilə eləyəsən? Bu insanlar artıq evlənirlərsə ona niyə müdaxilə eləyəsən? Bəs rəqs prosesində geyimləri istərdim qaydım. Məsələn, istərsiniz gəlinlə bəyin geyimi təbii ki məşq zamanı mütləqdir ki, toyda hansı formada ayaqqabı geyinirlərsə o formada mütləq ayaqqabı olmalıdır. Rəqs qurulursa mütləq rəqsi quran adam, xoreoqraf müəllim mütləq görməlidir ki, gəlinlik onun əynində necə qalır, yerə nə qədər toxunur, yerdən nə qədər sürünür və s. Siz onda öncədən şəkildə yoxsa gedib həqiqətən də baxırsınız? Şəkildə görməyim kifayət edir ki, mən bilim ki, o qızın o gəlinliyi nə dərəcədə idarə edə biləcək, nə dərəcədə fırlana biləcək, o gəlinlik yerə nə qədər çox, ümumiyyətlə gəlinlik nə qədər narahatdırsa, rəqs o qədər sadələşir. Gəlinlik nə qədər rahatdırsa, rəqs o qədər mürəkkəbləşir. Yəni daha çox addımlar, daha çox element qoymaq olur. Gəlinlik nə qədər narahat olursa, elementləri o qədər qısıtlayır. Sizin üçün hansı daha sərfəlidir? Mən ümumiyyətlə sevirəm ki, qısa əyinlərin dəyişən gəlinlərə daha çox sevirəm. Ki elementlər çox olsun. Hə, daha rəqs möhtəşəm olsun. Sizin üçün reklam olsun. Sizin ki, kim öyrədib? İftixar müəllim. Gedək onda biz də İftixar müəlliminizlə. İftixar bəy, yaxşı, ən tez neçə saata öyrətmisiniz bir rəqsi ki, deyək ki, cütlüyü gəlib, bəy və gəlin, neçə saat ərzində onları tez bir zamanda öyrədə bilmişsiniz? Ən tez sürətli, rekord. 1 saata öyrətdiyim olub ki, 1 saata tam şəkildə öyrətmişəm. Yadda da qalır, yaxşıdır. Yəni 1 saat öyrənirlər və toyda o hərəkətlər yadda qalır. Yadda qalmaq nə vaxt olur, deyim sizə. Yalnız hərəkət öyrətməyəndə, hərəkətin mənasını öyrədəndə. Hə, hər bir hərəkətin mənasını öyrədəndə. Mən məsələn, qız deyir ki, mən burada niyə qabağa çıxdım? Deyim, çünki sən subay qızsan, hələ öz həyatını yaşayırsan. Deyib, bəs sonra niyə çevirdim belə oğlanı, belə göstərdim ki. Əda ilə baxdım. Çünki arxanca oğlanı düşüb, sən gəl görüm kimsən, kimlərdənsən. Pulun var. Rəqsləməli söhbət gedir. O artıq mənasını biləndə onu və yaxud da ki, milli rəqsdə oğlan deyir ki, mən əlimi niyə başıma qoyuram? Deyim, çünki deyirsən ki, bu qızı bağlamışam. Və yaxud da ki, qız deyir ki, əlimi niyə ona tərəf uzadım? Könlüm ondadır deyirsən. Əməlli rəqsə yazılmaq istədim. O rəqslər əslində söhbətdir. Bəli, artıq tələbə hərəkətlərin mənasını biləndə ona rahat olur yadda saxlamaq. O anlayır ki, sən gəl deyəndə mən deyir, niyə belə deyirəm, deyim, gəl deyirsən də, ona görə deyir, o sonradan o anlayır. Ümumiyyətlə, bəy-gəlinlər hamı elə bilir ki, rəqs hərəkət deməkdir. Yox, rəqs danışmaq deməkdir, vücud dili ilə danışmaq. Bədən dili danışmaq. Əllərində armudu stəkan tuturlar, ha? Bu nə deməkdir bəs? Mənə çay gətir, yoxsa nə? Çay verəcəm sənə. Armudu stəkanı vağzalda tuturlar, o vağzalda gələn rəqsdir axı. Ona görə armudu stəkanı. Hədə o nə idi? Demirsiniz, bu
hamısı bir sözdür əslində. Aha, xoreoqraf orada şirin çayı vurğulayıb da. Bizim milli mentalitetimize uyğun olaraq. Ağa elə başa düşdük. Yəni gələcəkdə sənə belə çayla qulluq eləyəcəm. Məsələn, Narahat olma, hər zaman Qafqaz çayın olacaq. rəqslərimizin sonunda adətən çalışdığım qədər belə qızların o yaylıq atma səhnəsini qoyuram. Çünki bizdə o çox məşhur səhnə olub. Hansı qızlar o vaxtda kimdənsə xoşu gəlibsə, yaylıq atarmışlar. Oğlan da onu götürürsə, demək ki, mən də sənə könlümü verdim. Hətta külək vurub başqa oğlanın qabağına aparanlar da olub bu vaxtda. Qaçırsan, yox, eləmə. Onda necə olurdu? Nənəm o vaxtda deyirdi ki, o qədər deyir, belə zibilə düşənlər olurdu ki, külək vurub başqasının qabağına salıb, onlar da dalaşırlarmış ki, yox, mənim qabağıma atırmış. Görək, söhbətlər olub xəbər bizdə. Gəl üzdəşək, gedib üzdəşək görək, yaylığı kimə atırdın? O da qədir ki, əlimdən düşmüşdü əslində, yəni bu deyildi məsələ. Yaxşı, rəqs çox önəmlidir və insanların həyatına bir dəyişiklik gətirir desək, daha doğru olar və hansı yaşdan uşaqları rəqsə yazdırmaq lazımdır ki, qamətləri düz olsun. Çünki onurğaya təsir edir, belə xüsusi olaraq təsir edir, qollara, davranışa, yerişə təsir edir. Neçə yaşından məsləhətdir ki, uşaqları rəqsə yazdırsınlar? 4-5 yaşından artıq müəllim sözünü dinləməyə başlayandan uşaqları ümumiyyətlə rəqsə yazdırmaq vacibdir. Çünki həm uşağın sosiallaşması üçün, həm uşağın qaməti üçün, fiziki hazırlığı üçün, plastikası üçün. Hal-hazırda ən əziyyət çəkdiyim şey gənclərin plastikasının ölməsindədir. Bəzən xanım gəlir, soruşuram, harda işləyirsiniz? Bəy gəlin gəlir. Qız deyir, bankda işləyirəm, amma qolu buradan qalxmır. Çünki bütün günü belə oturur. Heç özün də xəbəri yoxdur ki, qolu belə qalxmır. Mən ona göstərirəm ki, sizin qolunuz qalxmır. Siz plastikanızı itirirsiniz. Sizin bədəniniz, sizin 23 yaşınız olsa da sizin bədəniniz 50 yaşdan yuxarıdır. Bunu oğlan yanında demin də. Çünki qolunuz qalxır. Oğlanlar da belə o vəziyyətdə olurlar. Narahat olma, oğlanlar da 50-60 yaşdır. Oğlanlar da həmin vəziyyətdədirlər. Ümumiyyətlə, hal-hazırda ən böyük problem mənə gəlir gənclər arasında fiziki hərəkətin az olmasıdır. İndi 100% yolda gedən sürücülərimiz əllərini qaldırırlar. Görüm qaldır, məndə yoxsa. Yox, məndə də yoxsa 50 yaşından yuxarıdır qolları. Hə, deyir ki, mən deyir rəqsə gələndən sonra görmüşəm ki, mənim qolum qalxmırmış. Mən deyir rəqsə gələndən sonra görmüşəm ki, mənim belim qatlanmırmış. Plastikanı itirmək çox pis bir şeydir. Məsələn, 24 yaşında deyir ki, əyildim, nəsə götürdüm, belim sərpdir, sancdır. O plastikanın itməsidir. O dövrdə sizdə zədə ola bilməz əslində. Yəni, xırda bir şey götürməklə, deyəm, siz ana-ata olacaqsınız da, əyilib uşağınızı qucağınıza götürəcəksiniz. Yaxşı, rəqs etməyin insana daha hansı faydaları var? Rəqs ruhun qidasıdır. Biz yəni hər şeyi qidalandırırıq, bədənimizi, vücudumuzu, beynimizi belə, amma ruhun qidası musiqi və rəqsdir. Rəqs insana sərbəstliyi verir, rəqs insana xoşbəxtliyinin göstəricisidir. Siz xoşbəxtsinizsə rəqs eləyəcəksiniz. İnsan heç vaxt keyfsizdirsə rəqs eləyə bilməz. İnsan ya sevincinin pik nöqtəsində rəqs eləyəcək, ya insan xoşbəxtliyinin pik nöqtəsində rəqs eləyəcək. Yəni düzdür, bu bizim işimizdir. Mən elə vaxt olub ki, səhnənin arxasında ağlamışam, amma səhnəyə çıxmışam, gülərək çıxmışam. Amma iş başqa, rəqs adi insanlarda, yəni xoşbəxtliyinin o pik nöqtəsidir. Rəqs edəndə hissləri gizlətmək olmur. Siz özünüzü məcbur edib rəqs edə bilərsiniz, amma adi bir insan niyə görə özünü məcbur etsin? Biz artistlik, onlar yox təbii ki, amma məsələn, mən toyda baxanda bilirəm ki, bu qızın bacısıdır, bu gəlinin bacısıdır. Hardan bilirsiniz? Rəqs eləməsindən. Heç mən tanımıram, amma toya girəndə bilirəm ki, bu bəy gəlinin bacısıdır. Çünki o çox sevinir. Mən də bildim ki, sadəcə insanların oxşarlığı, bacı qardaşlar və yaxud da üç bacılar bizdən oxşamaya da bilər, amma kimin çox sevindiyini toyda oturan insan o dəqiqə hiss edə bilər. Paxıl rəfiqələr var, olan oynamanı istəyir ki, bu onun rəfiqəsidir. Hiss olunur bəzən gəlib toya ki, 100 manatı salıb indi birazdan çıxıb gedərdim. Belə oynayanlar da olur. Amma baxmaqla öyrənmək olur da ya.
baxmaqla öyrənmək olur, özləriniz işləyərək. Çünki mən dəfələrlə müğənnilərlə təbii ki, radioda və televiziyada işlədiyimə görə, müğənnilərlə, ifaçılarla tez-tez ünsiyyətdə olduğuma görə və dəfələrlə toylarda onlar o qədər rəqsləri izləyiblər, görüblər ki, yaxşı rəqqasların rəqslərini sanki belə mənimsəyiblər göz yaddaşı ilə. Demək olar ki, bütün müğənnilər xanımdan tutmuş bəylərinə kimi hamısı çox qəşəng rəqs edirlər. Və deyim ki, onlar rəqsə gediblər, yox. Tanıyıram fitri istedadları olur. Fitri istedadlar təbii ki olur və fitri istedadlar hər yerdə özünü göstərəcək. Rəqsdə də, hətta müğənnilikdə də, sahəsində də, elə aparıcılıqda da. Rəqs deyirsiz istedadda, həm də. Rəqs istedaddır. Rəqsin öyrənmək olur onu. Əlbəttə hamı rəqs eləyə bilir. Amma yüksək dərəcədə o səviyyələr var da. O səviyyədə o artıq burada istedad işə keçir. Təbəssümdən danışırıq. Mən xatırlayıram, mən özüm 7 rəqslə məşğul olmuşam və Təranə Muradova mənim müəllimim olub. Salamlayırıq. Və onun həmişə birinci növbədə yanında, yəni təsəvvür edin, bir 10-12 nəfər xanımlar rəqs edirdisə, mənim gülüşümə, bizdə hər bir şeyə görə, yəni qiymət verilirdi. Əl hərəkətinə görə, ayaq hərəkətinə görə və ilk növbədə həmişə gülüşü vurğulayırdı ki, rəqs edəndə mütləq üzündə təbəssüm olmalıdır. Baxdıqca dişlərə görə götürürdülər. Aha, hə, o rəqqasələr dişlərinə baxıb götürürdülər. Təbəssüm çox önəmlidir. Gülüş çox önəmlidir. Deyir, nə qədər siz ürəkdən gülsəz, hərəkətə uyğun, yəni o təbəssümü göstərsəz, o qədər gözəl görsənəcək. Yəni ki, bunu mütləq şəkildə vurğulamaq lazımdır. Sən də rəqs eləmirsən, ya belə təbəssümə ehtiyac yoxdur. Mənim hər zaman təbəssümüm var. Bir də mən sizdən nə soruşmaq istərdim. Son vaxtlar biz baxırıq sosial şəbəkələrdə videoları, xanımların bəylər kimi rəqs etməsi, o ütüləmə, təksilə, bilmirəm, bax o ayaq hərəkətləri var. Necə baxırsınız ümumiyyətlə? Tamamilə qarşıyam. Qadının qadın, kişinin kişi rəqsi var. Əgər hansısa qadın, inanmıram ki, kişi kimi rəqs eləyəndə heç vaxt hansısa qadın istəməz ki, onun nişanlısı, qardaşı, atası da qız kimi rəqs eləsin. Onda gərək qadın da qadın kimi rəqs eləsin. Bu hardan gəlir bəs bu xanımlarda belə? Toyda bir də görürsən də ayaqqabıları çıxardırlar, o uzun paltarı qaldırırlar və ümumiyyətlə xanımların belə bir müharibə kimi bir şey oldu. Kişilərin hər şeyini əlindən almaq, jiletini, pencəyini, şalvarını, nə bilim, kostyumunu, şlyapasını, panamasını, kişilərin hər şeyinə belə bir müharibə elədilər. Qalstukdan danışın siz hələ. Avtomobil. Hətta mən bir dəfə statusda yazmışdım ki, yəni hər şeyimizi əlimizdən alırsınız, xahiş edirəm. Yəni rəqsimizi də əlimizdən almısınız. Heç olmasa bığımıza, saqqalımıza dəyməyin. O qalsın bizə. Ümumiyyətlə qızın qız rəqsi var. Gəlirlər ki, mən oğlan kimi oynamaq istəyirəm, ritmləri oynamaq istəyirəm. Deyirəm ki, sizin bir cümlə ilə onun fikrini dəyişdirmək olur. Deyirəm ki, sizin qardaşınızla mən belə yəni qız kimi öyrətsəm, xoşunuza gələcək, toyda qabağınızda oynasa. Deyir ki, yox. Deyirəm, onda siz niyə elə oynayırsınız ki? Sanki elə yaxşı çıxır, ətrafdan deyir ki, hava alır. Hə, düz deyirsiniz. Amma deyir, xoşuma gəlir qızlar da oynayanda. Deyirəm, siz görən kimi nəsə xoşunuza gələ bilər. Amma bu demək deyil ki, biz onu geyinməliyik. Səhnə geyimi ola bilər ki, çox açıq-saçıq. Siz onu görəndə deyəsiniz, nə qəşəngdir, amma biz onu geyməli deyilik. Onun geyinən aktyor var, aktrisa var, onu geyinən müğənnisi var. O demək deyil ki, siz onu geyinib metroya düşə bilərsiniz. Yəni, hər şeyin öz geyimi var, hər şeyin öz hərəkəti var. Bəzən mən də məsələn qızlara dəst deyəndə deyirlər ki, oğlan müəllim niyə qız kimi dəst deyir? Mən qıza qız kimi dəst göstərməliyəm ki, o onu bacarsın. Oğlana da oğlan kimi öyrətməliyəm ki, o onu bacarsın. Yəni hər ikisinə öyrətməyi bacarmalıyam. Kimlərlə sizə işləmək çətindir? Xanımlarla yoxsa bəylərlə? Kim daha sizin o dediyiniz hərəkətləri tez götürür, hə? Tez götürmək, məni dinləyən bütün tələbələrlə işləmək mənə rahatdır. Bəzən tələbələr özgüvənli olurlar, düşünürlər ki, onlar rəqs edə bilirlər. Xoreografik rəqs tamam başqa bir şeydir. Toyda oynamaq başqa bir şeydir. Yəni bəzən deyirlər ki, bəyənlər çox süni oynayır. Deyirəm, bu normaldır. Çünki onlar aktyor, aktrisa deyirlər. Artist deyirlər onlar. Başa onları gərək elə yönləndirəsən ki, insanları yəni yönləndirəsən ki, bu insanlar həmin gün həyəcanlıdırlar. Bu insanlar heç vaxt səhnəyə çıxmayıblar. Səhnə nədir bilmirlər. Amma səhnədə kiçik də olsa bir nəyisə çıxış eləyirlər də. Və
deyirlər ki, bəyəcən rəqsi nəyə lazımdır? Xeyr, bəyəcən rəqsi lazımdır. Çünki siz həmin günü tamamilə başqa yerdə oturursunuz, hamı ilə eyni yerdə oturmursunuz. Öz maşınınız olda gəlib kirayə maşın götürürsünüz. Nə bilim, heç vaxt geymədiyiniz gəlinliyi geyinirsiniz, heç vaxt taxmadığınız tacı taxırsınız, oturursunuz orada belə prinsessa kimi. Onda rəqsiniz də mənim toyuma qonaq gəldiyiniz kimi oynaya bilməzsiniz. Öz toyunuzda da xüsusi hazırlanılmalıdır və sizin o mədəni və səviyyənizi gələn qonaqlara göstərməlisiniz. Siz yeni ailə qurursunuzsa, siz göstərməlisiniz ki, biz necə bir ailə olacağıq. Biz sosial, biz mədəni, biz incəsənətə bağlı, kübar, daha belə ailə və nəslin davamçıları olacaq deyib onun kökünü qoyursunuz. Və o mütləqdir ki, heç olmasa özləri hazırlaşmasalar belə, ən azından videolara baxıb düzgün tutuş duruş qaydalarını öyrənməlidirlər. Bəzən görsən ki, hazırlaşmayıblar, amma toya nə qədər xətt çəkiblər, sanki ortada güləşirlərmiş kimi hərəkət edirlər. Ən azından yəni bir-birlərini, bir yarım saat ayırıb bir-birlərindən bir musiqi altında belə yellənmək, heç olmasa hiss eləmək lazımdır ki, məşq eləsinlər. Bəs neçə günü öncədən gəlib məşq etməlidirlər? Məndə aylar əvvəldən yazılırlar, amma beksiz ödənişsiz yazılırlar. Bir ay qalmış dəstlərə çağırıram. Bir ay yəni kifayət edir. Bir ay qalmış nəyə görə çağırıram? Maksimum 4 dərs kifayət edir, heç oynaya bilməyən tələbəyə. Mən əminəm ki, rəqs öyrətmə prosesində başınıza çox maraqlı bir hadisələr gəlib, gəlməyə bilməz və yaxud ola bilər bu toyda da olsun. İstərdim ondan danışasınız. Var belə hadisələr? Bəzən gözləmədiyiniz, yəni rəqsə ilə qurursunuz ki, ondan da fərqli bir hadisə ola bilər, maraqlı. Olub, mənə ən çox maraqlı gələn hadisələr bəycəyinin özünün seçiminə valideynlərin qarışması olur. Mən şoka düşmüşəm ki, yəni rəqsi hazırlamışam, valideyn ən sonda deyib ki, qaldırmaq olmasın. Onu gəlib sizə müraciət edirlər, yoxsa bəy özü yaxınlaşır? Yox, mən rəqsi hazırlamışam. Qız gəldi ki, mənim valideynlərim icazə vermir ki, oğlan məni qucağına qaldırsın, fırlasın. Mən dedim ki, mən sizin valideyninizi qulaq asmayacam, inciməyin. Oğlandan soruşdum, sən qaldırmaq istəyirsən? Dedi ki, hə, mən istəyirəm, xoşum gəlir hərəkətdən. Dedim, onda qalacaq. Və toyda, özüm də toydaydım. Oğlan qızı qaldırdı, fırladı, qoydu. Mən sağollaşdım, təbrik elədim, əladır, super alındı rəqs. Çıxanda bir dənə qadın belə gəldi. Mən sizə demişdim ki, qaldırmaq olmasın. Dedim ki, inciməyin artıq, yəni mən yalnız bəyə qulaq asa bilərəm, sizə yox. Çünki o artıq evin yəni kişisi odur. Əgər o istəməsə, istəyərsə eləyərək, istəməzsə eləməli. Bu bir növ buradan mesaj deyə bəylərə ki, yəni ki, öz fikriniz olsun. Əlbəttə ki, yəni artıq siz evlənirsinizsə, öz fikirləriniz olmalı. Bəs yaxşı ki, olub ki, valideynlər yaxınlaşsa bizə də öyrət rəqs eləməyi ki, biz də ata-ana kimi biz də onlarla birlikdə rəqs edəyik. Olub. Bir dəfə bir rəqs hazırlamışdım 2008-ci ildə. Salon ortasına pərdə çəkilmişdim. Toyun başlanğıcı belə idi ki, birinci oğlan atası ilə anası oynayır pərdə ilə. Sonra qızın atası ilə anası oynamışdı pərdədə. Hərəsi bir tərəfdə. Eyni aşımalan. Mən də gözümə qabaqladım. Yaratmışdıq. Üçüncüdə artıq bəy gəlin girirdi, oynayırdı və bəy də o qız evi ilə oğlan evi arasındakı pərdəni götürürdü və ikisi cüt oynadı. Toyun açılışı çox qəşəng alınmışdı. Mən bu yaxınlarda elə bir videonu gördüm. Bilmirəm sizdən götürüblər onu, yoxsa sizin... Mən 2008-də eləmişdim onu. O vaxtda videolar o qədər də yox idi. Görürsüz, yayılıb artıq. İndi də eləyirlər yəni. Əslində qəşəng bir şeydir valideynlərin hazırlaşması. Hətta olub ki, bu yaxınlarda bir bəyin anası gəldi. Mən Röyanın Ay xanım mahnısını söyləmişdim. Bugün ad günü, təbrik edirik. Təbrik edirik buradan. Qaynana kimi belə oturdu. Dedi ki, xeyir ola bu mahnıya rəqs qurmusunuz. Dedim, bəycənin özü seçib sümüklərinə düşür. Dedi ki, xeyir ola mənim oğlum deməlidir ki, ay xanım, gəl səni alım. Niyə mənim oğlum yalvarmalıdır ki? Dedim ki, incimim xanım, yəni heç bir mahnımızda belə bir şey yoxdur ki, sən gəl məni al desin də, yəni. Belə başa düşürəm ki, bəy anaları daha çox belə bu işə müdaxilə edirlər. Yazıq qızların analarının görürsünüz səsi çıxır. Bilmək olmaz. Sən İftixar bəyə qulaq as. Orada qız anaları nələr deyib. Yox, hər ikisinin müdaxiləsi ola bilir. Hətta musiqini dəyişdirənlər olur.
ki, Elə toyun xarici ortasında mahnıda mən başa düşmürəm. Uşaqlardan soruşam, harada oxumusunuz? Biri Fransada oxuyub, biri İngiltərədə oxuyub uşaqları. Amma uşaqlar xarici dillər toylarında giriş rəqsini oynamaq istəyirlər, hansısa xarici musiqi. Deyir, yox, Azərbaycan musiqisi olmalıdır. Deməndə uşaqlarınızı niyə xaricdə oxuyub durmuşdunuz ki? Yəni, onsuz ki, onlar onu hiss edirlərsə, onu da oynasınlar. Heç vaxt belə başa düşdüm ki, gənclər sizi sevirlər, valideynlər yox. Mən belə başa düşdüm söhbətləri. Yox, onlar da sevirlər. Çünki elə ən çox valideynlər izləyib. Son zamanlar ümumiyyətlə deyirlər ki, sizi izləyirəm, istəyirəm uşaqlarımız sizin yanınıza gəlsin və s. belə deyirlər. Sadəcə olaraq kompleks qalıb hərədə onlarda. Tam olaraq onlar qəbullana bilmirlər ki, bu necə olan bir şeydir. Bəzən deyirlər ki, yox, o nədir, niyə disko rəqsi oynasınlar toyda? Ayıbdır, orada qonaqlar olacaq, hörmətli qonaq. Onlar qonaqları düşünürlər. Amma mən yalnız bəycəni düşünürəm, onların o xoş gününü düşünürəm. İftixar bəy, hər bir şey əladır. Qiymət neçədir bəs? Bir məsələn rəqsi öyrənmək üçün gəldinlə bəy yaxınlaşır sizə. Salam, aleyküm salam. Biz istəyirik filan rəqsi öyrənmək. Təbii ki, Azərbaycan rəqsindən söhbət gedir. İndi bəlkə digər rəqslər qiymətlər fərqlidir. Ümumiyyətlə necə formalaşır bu qiymət? Yoxsa damara baxıb qan alırsınız? Əsla, heç vaxt elə bir şey eləməmişəm. Bəli. Heç vaxt tələbənin mənə, yəni maddi durumu heç vaxt mənə önəmli olmur. Yalnız və standartdır. Məndə konkret qiymətdir. Toy biznesində bəlkə də yeganə adam mənəm ki, qiymətimi paylaşıram. Konkret qoyuram ki, yəni qiymət budur. Endirim bu yoxdur. Rəqsin qiyməti budur. Demək, budur demişkən, bizə göstərmir, ümumiyyətlə rəqəm deyil. 150 manatdan başlayır. Rəqsə görə qiymətlər dəyişir. Elementə görə dəyişir. Rəqsin stilinə görə qiymətlər dəyişir, sayına görə dəyişir, adam sayı da ola bilər, bəzən dostlarla və s. da rəqslər hazırlanılır. 150 manatdan məndə başlayır, amma heç vaxt mən tələbənin cibinə görə qiymət demirəm. Hamıya eyni yanaşıram, mənə fərqi yoxdur onun maddi statusu önəmli deyil. Hamıya eyni qiymət deyirəm, heç vaxt düşmürəm. Çünki bir tələbəyə mən əgər endirim eləyərəmsə, o bir tələbənin üzünə baxa bilmərəm. Hə, onu elədim, mənə niyə eləmədin? Yox, istər-istəməz, yəni birindən 150 alıb, birindən 135 alsam, o 5 manata görə mən o birisi tələbədən utanaram. Heç onun xəbəri də olmaya bilər. Amma mən yenə də utanaram. Ona görə hamıdan eyni qiymət alıram. Sadəcə pulsuz dəst dediyim tələbələr olur. Onda deyim sizə kimlərdir? Fiziki məhdudiyyət olan bəycənlər, elə buradan da səslənirəm. Fiziki məhdudiyyət ikisindən birində, hər ikisində fərqi yoxdur. Fiziki məhdudiyyət olan bəycənlər əvvəlcədən yazılmaq şərti ilə tamamilə pulsuz özüm dəstəyirəm. Bunun üçün dance ability var. Mən eşitmişsiniz yoxsa yox? Çox maraqlı rəqsdir. Bu elə fiziki məhdudiyyəti olan insanlar, görmə qabiliyyətini itirmiş insanlar arasında olan rəqsdir. Toxunuşla hərəkətlər. Bacarırsınız ümumiyyətlə? Bəli, bacarıram. Hətta bu yaxınlarda deməyək, 2016-cı ildə məndə bəycənin olmuşdu. Hər ikisi danışma və eşitmə məhdudiyyətli idilər. Yəni musiqini tamamilə eşitmirdilər. Mən onları 2 saata hazırladım. Həmin bu dance ability. Rəşid Behbudovun evlənirdilər, bəycən rəqs istəyirdilər. Rəşid Behbudovun mahnısı idi, Əziz Dostmaz. Onları 2 saata hazırladım. Hətta onlar musiqini o dərəcədə eşitmirdilər ki, mən əlimi belə maqnitofona vuranda elə bilirlər mahnı başlayır, onlar başlayırlar oynamağa. Mən toyda onları əllərindən idarə eləmişəm. Gəl, amma mən heç vaxt baxmayıblar. Onlar yalnız bir-birinə baxırlar, sadəcə məni kənardan hiss ediblər. Mən dirijorluq elədim toyda. Kimsə kömək edirdi də, yəni o mahnının sözlərinin azına onlara başa salan var idi ki, yəni hansı mahnını ifa edirlər, yoxsa necə? Yox, sözlərini açıq o dərəcədə başa sala bilmədim, çünki özləri ikisi gəlirdilər, Skype-da tanış olmuşdular, evləndilər, uşaqlar da var hətta, eşitmişəm belə. Maşallah, ay maşallah, xoşbəxt olsun. Əliniz düşərlidir. Bəli, xoşbəxt olsun bütün gənclər, hər kəs, bütün toy edənlər. Biz növbəti söhbətimizdə növbəti mövzumuz bəyin dostları mövzusu olacaq. Yadınızdadırsa bəyin dostları bir mövzusu var idi. Bəyin dostları hamısı yaxşı rəqs edirdilər. Sən demə, bir dəfə toya getdim, 2 dəfə toya getdim, 3 dəfə toya getdim. Gördüm elə bəyin dostları eyni dostlardır. Keçən dəfə gördüyüm oğlanlardır. Sən demə rəqqasları götürür. Bəyin dostları çıxsa da, amma bəyin dostları çıxırlar. Bir dənə şıdırığa gedirlər, bir dənə ütüləmə, bir dənə onlar, bir dənə bundan və başa düşürsən ki, bu bəyin dostları çoxdan belə deyə hazırlanmış bir proyektdir. Xarici ölkələrdə necə olmusunuz və onların rəqsində olan elementləri
olurmu ki özünüz bizim rəqsimizdə istifadə edəsiniz? Olmuşam, çox ölkələrdə olmuşam. Ən sevdiyim İspaniyada olub. Aha. Ümumiyyətlə İspan Rəqsləri çox rəqslərini sevirsiniz, sevirəm, bəli, çox bəli, onların sevirəm. möhtəşəmdir rəqslər. Amma işimdə tətbiq edə bilmirəm, çünki bəyəcənlər çox da, yəni İspan Açıq rəqslərinə, deyillər bu mənada. O biraz kompleksli olurlar istər-istəməz və gəlinlikdə də eləmək onu olmur istər-istəməz. Nişan məclislərinə hazırlamaq olar, onda da o qədər də istəmirlər. Razılaşır ki, konservatırıq da biz bu mənada ki, yəni hər bir şeyi xoşlayırıq ki, saxlayaq, yəni yenilikçi deyilik bir o qədər də. Gərək kimsə eləsin ki, hamı eləsin. Bizdə belə bir şey var. Yəni Dəbə düşsün. Həmişə deyirlər ki, biz utanırıq oynamağa. Deyirəm, siz eləyin. Bizim deyir nəslimizdə heç vaxt oynayan olmayıb. Deyirəm, siz eləyin, görün hamı oynayacaq yoxsa yox. Davamlı olacaq. Yəni siz və görürlər ona. Siz başınıza tac qoyun, sizdən sonra hamı tacı qoyacaq. Siz qırmızı fata taxın, hamı taxacaq. Məsələn, mən ən çox sevdiyim şeydir qırmızı duvaq. Duvaq həmin o fatadır. Qırmızı rəngli. Biz zaten xınayaqda dedilər onu. Qırmızı duvaq. Ağ paltarla qırmızı duvaq. Çox gözəl görsənir. Doğrudan deyirsiniz. Əvvəldən elə olub da. Əvvəldən belə olub. Mən qırmızı rəngi sevmirəm deyim, mənim üçün bir balaca. O sarı rəngi sevir də. Sarıya aid heç nə yoxdur gəlinimdə. Məsələn deyirəm, kimsə eləsə, hamı və yaxud da ki, məsələn hər Novruz bayramında hamı kəlağayı ilə şəhərdə gəzsə, görün necə dəbə düşəcək. Hamı biləcək ki, var hətta xanımlar var ki, axır çərşənbədə milli paltarda çıxırıq şəhərə. Ümumiyyətlə milli ornamentlərin bizim geyimlərimizdə olması mənim çoxdankı arzumdur. Həm bəylərin kostyumlarında ola bilər bu. Xanımlar zaten istifadə edirlər kəlağaylarda, geyimlərdə, nə bilim biz bu tanı hər yerdə görürük. Biz müxtəlif ornamentləri görürük, amma bəylərin geyimində bu ornamentlərin heç birini görə bilmərik. Bir dənə Hacı Nurandır sağ olsun. Bir dənə o qoruyub saxlayır və digərləri isə istifadə etmirik təəssüf ki. Nə gözəl olardı ki olsun və rəqslərimiz də eyni. Rəqslərimiz də düşünürəm ki, Azərbaycan rəqsləri hər zaman onsuz da, yəni dəbdədir. Yəni heç vaxt dəbdən düşməyəcək. Və insanlar rəqs etmək üçün ilk nədən başlamaq? Bayaqları siz danışdınız, dediniz ki, elementlər məsələsinə toxundunuz ki, Sevər sual verdi ki, qızlar daha tez götürürlər, oğlanlar. Siz dediniz ki, fərqi olur. Axı, oğlanlarda elementlər daha çoxdur, nəinki xanımlarda və daha güc tələb edən elementlər var, yox? Adi ütüləmədən tutmuş və digərləri. Əl, ayaq. Deməzdim. Oğlanların da hərəkətləri çətindir, qızların da hərəkətləri çətindir. Qızlar hərəkətləri çətindir. Sadəcə olaraq birinci düzgün yəqin ki, yerişdən başlayırsa, daban, pəncə, daban, pəncə. Aha, yerişlər önəmlidir. Bəzən amma indi bəzi şey də var. Professionala öyrətmək, kimisə professional öyrətmək başqa bir şeydir. Adi toyda oynamaq üçün öyrətmək tamam başqa bir proqramdır. Adi adama daban pəncəni öyrədəriksə, toyda axsaya gezəcək. Bəli, razıyam. Ya gərək o 5 yaşından onu öyrənsin ki, 20 yaşında onu çox qəşəng süzsün, ya da ki, onun forması var ki, adi adama öyrətməklə professionala öyrətmək fərqli bir şeydir. Adi adam heç vaxt professional dərəcədə nəyisə öyrənmək istəmir. Yəni bir var saç ustası saçın daraması, bir də var bizim hər gün özümüzün daradığı da. Yəni rəqsdə də belə bir şeydir. Gündəlik elədiyimiz, yəni toylarda elədiyimiz hərəkətlər var və professional elədiyimiz hərəkətlər var. Professional hərəkətləri mən bacardığım qədər çox belə dərindən tələbəyə şey eləmirəm. Mənalarını verə bilərəm, amma çox professional verəndə onsuz ki o pro səviyyədə alınmayacaq. Amma çünki keçmişi yoxdur. Rəqs keçmişi yoxdur. Amma ona proya yaxın vermək lazımdır ki, onu o duysun, hiss eləsin ki, daha biraz ciddi yanaşsın. O əvvəl oynadığı tamam başqa bir şey idi, indi tamam başqa bir şey idi. Gününüzün neçə saat ümumiyyətlə rəqsdə keçirirsiniz və özünüz neçə saat rəqslə məşğul olursunuz? Olur da indi siz tələbələri yetişdirirsiniz, cütlüklərə yeni təbii ki, rəqslər qoyursunuz. Bəli, insan olur da özündə bu gün heç rəqs eləməmişəm, belə içindən keçir axı bir yarım saat rəqs eləyim. Olur, gün ərzində özünüz neçə saatla rəqslə məşğul olursunuz? Əgər hal-hazırda toy sezonudur deyə, vaxt olmur. Öz üzərimdə işləyə bilmirəm, amma hər gün yeni rəqslər qurulur. Çünki bir saatdan bir yeni tələbə gəlir. Dünənlərim günorta saat 1-də başlamışam, gecə
saat 1-ə qədər dərs demişəm. Heç yəni Dayanmadan. yarım saat belə boşluq olmayıb. Bəs cütlüklər ən çox hansı rəqslərlə sizə müraciət edirlər? Bəzən biz artıq qulağımız öyrəşib eyni rəqsləri görməyə, eyni musiqilərdə rəqs etməyə, eşitməyə artıq alışmışıq. Ən çox hansı rəqsləri istəyirlər? Hansı rəqslərlə sizə müraciət edirlər ki, bax məhz bunu istəyirəm. Və siz də ona deyirsiniz ki, yəni bəsdir, yəni bunu onsuz da hamı edir. Demək Ən ki, çox romantik rəqslər istəyirlər və Aha. o cütlüklərin hamısının eyni musiqi seçməsinə səbəb yenə də eyni şeydir. Baxır, başqasında görür, deyir məndə də belə görünəcək. Hətta bunu gəlinlikdə də belə eləyirlər. Baxır hansısa gəlinə, deyir ki, mən də belə görünmək istəyirəm. Baxmır, yaraşar, Amma yaraşmaz. yəni gərək nəzərə alsın ki, onun boyu 1.60-dır, oradakı qızın boyu məsələn 1.80-dir və onun nəzərə almır. Rəqsdə də belə olur. Musiqi seçəndə baxır, kimdəsə yaxşı alınır, məndə də yaxşı alınır. Xeyr, belə olmalı deyil. Siz musiqini seçəndə gərək elə seçəsiniz ki, sizin sümüyünüzə düşsün. Rəqs eləmək istəyirsən də sağ ol. Yox, istəyirəm yavaş-yavaş bu rəqsə doğru gedim mən açığı. Ayaqqabılarınızı çıxaraq. Ehtiyac yoxdur ona. Sadəcə biz yavaş-yavaş artıq verilişimizi yekunlaşdırırıq, hörmətli dinləyicilər. Gəlməliyik vağzalı radio salırıq. Hər birinizə xoş gün, yaxşı əhval-ruhiyyə mübarək olsun. Valla deyir, gəlsin deyir, söz desin, bəyin anası. Salat versin dayısı. Rusiyadan gəlib, bəyin əbisi. Hətta zəng gəlir Rusiyadan. Dərin təşəkkürlər, hörmətli İftixar müəllim Rəsulov. Dərin təşəkkürlər ki, Mən gəldiniz. təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Çox xoş keçsin. Belə pozitiv və enerjiniz həmişə belə yüksəkdə olsun. Təşəkkürlər. Çox sağ olun. Sizə. Yeganə musiqidir də. Ay can. Dərin təşəkkürünüzü sevər, təşəkkürlər. Eşidilmək Həmişə ümidi ilə. toylarda görüşək. Bu isə Megapolis idi.